SİMA yeni nəsil rəqəmsal imzanın elektron ipoteka və kredit zəmanət sisteminə inteqrasiyası təmin olunub. Artıq sistemdə digər elektron imza vasitələri ilə yanaşı SİMA imzadan da istifadə etmək mümkündür. İpoteka və kredit zəmanət fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirib ki, ipoteka krediti və ya satmaq öhdəliyi ilə kirayə mənzil almaq istəyən vətəndaşlar SİMA rəqəmsal imza ilə daxil olacaq, elektron kabinet yarada və bütün növ müqavilələri imzalaya bilərlər. Məlum olduğu üzrə İpotek Kredit Zəmanət Fondu tərəfindən artıq müraciətlərin, kirayə və ipoteka müraciətlərinin qəbuluna SİMA imza vasitəsilə də etmək mümkündür. Yəni, bugünkü tarixə kimi vətəndaşlar yalnız asan imza və SİMA token vasitəsilə müraciət edə bilirdilərsə, artıq yeni əlavə olunmuş imkan vasitəsilə SİMA imza ilə də müraciət edə biləcəklər. Bu, təbii ki, vətəndaşlara həm vaxt itkisinə qənaət etməyə imkan yaradacaq, eyni zamanda da maliyyə itkisinin qarşısını almış olacaq.